Salam əziz dostlar. Bugün sizə bol kalanşolu bir video hazırlayıram. Videomda kalanşolarımı xüsusi bir istəyirəm ki, çəkiliş olsun. Bugün bu yerə əkdiyim bu kalanşonla başladım. Bu çox gözəl açıbdı. Bunun məndə başqa qabda da yekə böyük ölçülüsü var. Bugün sizə bütün kalanşolarımı çəkəcəm. Böyüklü, balacalar, nə qədər kalanşon varsa onlara bir video hazırlayıram. Belə görürsünüz ki, gözəl çiçəkdədir. Çox da qəşəng çiçəkliyibdir. Bu arada yanda gördüyünüz yarpaqlar paşa çadırı yarpaqlarıdır. Bilmirəm bu bitər bitməz, amma əkmişəm bura yerə. İndi bitməsə də eybi yoxdur. Məndə bir başqası var, onu əkmişəm. Qavda əkmişəm və bugün bunları sizin üçün çəkirəm əziz dostlarım. Bu arada kanalıma abone olun. Beğenme işaresini, eğer videomu beğenirsinizsə beğenme işaresini də vurmağı yadınızdan çıxartmayın. Gözəl rəylər alıram sizdən. Çox sağ olun. Var olun. Birdən olur ki, sizə cavab yaza bilmirəm. Biraz vaxt baxımından işlərim çox olur, yaza bilmirəm. Yəni inciməyin bu barədə. Və bura gəlmişkən, bu mənim həyətimdədir. Bura gəlmişkən bu ağ geranımı da sizə çəkib araya bunu da qarışdırıram. Bu ağ geranımdır, qocalmış olan gerandır. Artıq bu qocalıb deyə mən bunu yerə köçürmüşəm. İndi burada nə yaşayar. Bunun keçənləki videolarım bilirsiniz də çox gözəl çiçəkləri var idi. Artıq insanlar kimi bitkilər də yaşlanır və ölür. Belə burada yerdə yenə də zoğlar çıxardır. Yarpaqları var, düymələri var. Hər şey yaxşıdır. İndi Allahın verib biləcəyi nə qədər buna da ömür veribsə o qədər yaşayacaq yəqin ki. Bunu da bura gəlmişkən belə gözəl çiçəyin gördüm. Bunu da belə arada çəkdim. Çox qəşəngdir. Bunun başqa zoğlarından ayrı qav əkmişəm, amma özü belə buradadır. Bunun yanında bir dənə də ağ gülüm çiçəyi açıb. Bunu da sizə çəkeyim. Belə. Burada bir gözəl qoxulu ağ gülüm də burada çiçəkləyib. Kalanşolarım çoxdur. Kalanşo videolarına baxa-baxa izlədiyim qızların kanalında kalanşolara baxa-baxa mən də kalanşo həvəskar olmuşam. Hər yeri əkmişəm kalanşo ilə. Hər yer kalanşodur bizdə. Yəni bir dənə də qoymamışam ki, budağı hədər olsun. Hamısını qırıb əkmişəm. Bu da çanəkli köyün işlətmədiyimiz. Onların da belə içinə əkmişəm. Qırmızı kalanşodur. Belə bilməm bu nə rəhdir. Belə burada əkmişəm. Bunlar da belə burada çiçək açıb. Tərəfə keçmişkən qızlar bu amaralisim də çiçək açıb. Bunu da bir qısa sizə belə göstərirəm. Və bu da mənim tək açan kalanşomdur. Tək belə o sarı narıncıların qırmızısındandır bu. Bu da çox qəşəngdir. Çox gözəldir. Görürsünüz. Burada hətta tikənlər tacının yanına da bir dənə əkmişəm. O da orada durur. Yəni irili xırdalı büyün bütün kalanşolarım sizin üçün çəkirəm. Həm də özüm istəyirəm ki, videolarımda bunlar hamısı olsun. Bunları çox sevirəm. Heç mənim qabaqlar açığım desəm kalanşoya elə marağım olmuyor. Amma qızların kanallarında izləyirəm. O qədər xoşuma gəlir ki, istəyirəm ki, məndə də hər rəngindən olsun. İndi şükür Rəbbimə, məndə də var hər rənglərindən. Hər kim istəyirsə, onlar da əkə bilər. Bir dənə yarpağından belə əksəniz bitər. Bir xırda bir görürsünüz belə böyrünə əkmişəm. Yanına əkmişəm. Bu da burada da olur. Yəni kalanşo çox rahat bir bitkidir. Bu da yenə bir başqa kalanşondur. Həm tək açan rozu bunu əkmişəm, həm bunu. Yəni bunu bilərək eləməmişəm. Bu bilmədən olubdur. Yəni əkmişəm bir qaba belə çıxır. Yəni bu da çox gözəldir. Bura kitaçka rozamın da yanına əkmişəm birin. Burada da yaxşıdır. Bu kalanşoma yenidir. İkinci çiçəklərini artıq açmağa başlayır.
rahat bir bitkidir. Çox yekəlmiyə, çox yekələndə aşırı yaxşı olmur. Amma belə olanda qəşəng olur. Gedək. Burada da yine bir başka kitazka rozamın yanına əkmişəm bunlardan. Bunlar da yine yaxşıdırlar. Bu da yine aşkın gözyaşı deyirlər. Mən də buna kalonşo deyirəm. Çünki kalonşo növündəndir. Bunlar da çiçəklərini açıb qutarıb. Qırmışam. Tekrar budaq verir. Çox zəhmətsiz bir güldür. Çox rahat bir güldür. Yaxşıdır da. Və bir başqa növ mənimci kalonşom. Bu rozludur. Bu da çox qəşəngdir. O xeyli budaqlarından qırıb qızlara vermişəm. Çox qəşəng görünür. Hədsiz gözəldir, dayanıqlıdır. Hamısı demək olar ki, çiçək açıb. Təkcə qönçələr qalıb. Bu da çox gözəldir. Görürsünüz ki, çox qəşəng görünür. Kalonşo çox rahat bitkidir. Biraz suyu çox verməyəsən. Suyu verəndə belə üstündən şappa-şap belə tökülən su verməyəsən. Yəni bu güllərimə verdiyim əgər qidalandırıcı nələrsə olanda bu düyü unu filan belə onda bunlara da verirəm. Bunlar da istəyirəm ki onlarla nəsibini alsın. Bax bu da belə buradakidir. Amma bu olanım bu başqa növdür. Çiçəklərə oxşuyur amma bu başqa növdür. Yəni göstərim. Bu da çox qəşəngdir. Artıq aydan artıqdır ki, bu da çiçəyindədir. Balaca qabdadır. Ona baxmayaraq çox qəşəngdir bu da. Çox gözəl görünür. Çox yaxşı, şık görünür. Belə, bu da belə. Keçirində sizə o bir digər kalonşomu çəkəcəm. Burada da mənim yenə bir dənə bu narıncı olanından böyük kol olanındır. Bu yerdə də bundan varımdır. Birinci çəkdiyim bundandır. Belə qəşəng da öz gözəlliyini sərgiləyir. Hətta belə bura daha qəşəng görünsün. Belə gözəl narıncı çiçəklər olur. Xeyli adamlara da bundan vermişəm. Bəlkə də bizim rayonda çox adamda mənim bu kalonşomun növündən var. Belə qəşəng görünür bu da. Buradan mənim bir dənə də kalonşom var, onu sizə çəkəcəm. Bu da mənim böyük çiçəkli olan kalonşomdur. Böyük çiçəkləri var bunun. Bu çürümüşdür, bilirsiniz. Mən sizə keçən videolarda demişdim ki, çürüyübdür kökündən. Bu da böyüydü bunun kimi. Bu da böyüydü, amma bunun kökü çürüdü. Təzdən yaxşı zoğlarından qaytarıb yeni torpağa bunu əkmişəm. Qabı yudum, təmizlədim. Əkdim təkrar. İndi qəşəng çiçəkliyiblər. Çox gözəldilər bunlar da. Bu arada bu gözəldir. Buradan baxır. Qızlar, məni qınamayın. İnanırsınız, əlimi telefon alan kimi istəyirəm bunları çəkim. Birdən tanıram, deyirəm qızları bezdirəcəm. Yenə təkrar eyni çiçəklər, eyni şey. Amma neyniyim ki, xoşum gəlir. Bunları çəkmək istəyirəm. İndi baxan gözləriniz var olsun. Baxan da, baxmayan da sağ olsun. Yəni, amma mən bunları çəkməkdən özümü dayandıra bilmirəm. İstəyirəm ki, ancaq bunların indi çiçəklərinin qəşəng vaxtıdır. Birazdan sonra bunlar olmayacaqdır. Ona görə də istəyirəm ki, nə qədər ki çiçəklidirlər, bunların hamısının videosunu çəkim. Belə gözəl qəşəng bu da çiçək açıbdır. Bu da başqa bir böyük bir kalonşomdur. Ən birinci kalonşom budur. Mən səhv eləmirəmsə bunu mənə bacım vermişdi. Qabından bilirəm ki, qabıl zadlı vermişdi. Onun bir arada gözəl gülləri var idi, kaktusları var idi. Ayda bacımın gözəl kaktusları var idi, gözəl gülləri. Hətta kaktusları o qədər çox idi ki, hər növdən çeşit baxırdı. Sonra bilmirəm, sonradan marağı öldü, istəyənlərə verdi. Güllərin tamam baxmadı da, həriyə birin verdi, çıxdı getdi. Yəni, indi amma yenidən təkrar mən çiçəklərimə baxa-baxa həvəslənib, o da çiçək baxmağa başlayır. Mənə elə gəlir ki, bu kalonşomu mən ondan gətirdim, Gəncədən gətirdim. Bu o kalonşo olmalıdır. Çünki dedim, bunu da kiməsə verəcək, bunu mən bir ara götürüm. Ayda bacım, əgər məni istəyirsə, belə olubdur.
Belə bu da çox gözəldir. Hardasa 3-4 illik kalanşodur. Çox qəşəngdir. Bunu biraz indirə qoyum ki, bunu götürüm buradan. Bunu bura qoyum ki, onu rahat çəkə bilim. Belə gözəl bu kalanşo məndə ondan var. Bunun da budaqlarından yenə xeyli adamlara vermişəm. Həm də özümdəki qəşəngdir. Belə. Bunun qabı elə çox yekə deyil, amma qəşəngdir də. Deməli ki, bunu kalanşolar çox yekə qab sevmir. Onda məcbur oluq çox su veririk. O dəqiqədə çürüyür. Yəni ona görə bunları biraz balaca qab yaxşıdır. Ən azı 1-2 kiloluq qabları yaxşıdır ki, onda qəşəng olsun. Belə kənardan da çəkim sizə. Bunun böyüklüyünü görəsiniz. Belə. Gözəllərim. Burada da yenə balaca ağ kalanşondan var. Əhmişəm, bunda yeni bu qava əhmişəm. O mənim bir böyük kalanşon var idi, bilirsiniz. O gördüm ki, çox böyük, belə tökülür. Budaqlarından bir xeyli qırdım, əkdim. Özü də indi təzdən yeni pöhrələr verir. İndi onu da çəkəcəm sizə. Bax, bunu o dediyimdir, bu dadığımdır. Görürsünüz nə qədər xırda pöhrələr gəlibdir, qəşəng. Bunlar hamısı gələn ilə çox gözəl bir kalanşo olacaq. Bu da mənim qızlar, nə deyirlər bu sarmaşığı. Onun odu, adı yadımdan çıxdı, bilmədim. Odu belə indi pöhrəliyir, hələ ki bir çiçək yoxdur. Burada da yenə bir balaca kalanşon var. Bu da yeni əkdiyim kalanşodur. Bir ay olar əkdiyim hətta. Burada yenə qırmızı kalanşo. Burada yenə kalanşo. Burada yenə. Bu da qırmızı mənim asıqlı olanımdandır. Şurada çiçəyin açmışım. Bu kaktusun niyə bilmirəm. Baxıram ki, qızlarınki çiçəkliyib. Məndə hələ ki bir çiçək yoxdur. Amma çoxlu balalar veribdir. Bir xeyli balası da töküldü yerə. Bilmirəm niyə. Bir dənə olan yeganə kaktusum budur. Çünki belə kaktusları biraz sevmirəm. Bilmirəm niyə. Amma qızlarda görürəm, çox xoşum gəlir. Qəşəng çiçəkləri var. Həmin çiçəklidən bu da. Hələ ki bir çiçək yoxdur məndə. Elə belə, amma çoxlu balalar veribdir. Bu da narıncı olan kalanşondandır. Bilirsiniz, şaxtada don atdı. Şaxta tamam xarab elədi. Onun zoğlarından əkmişəm qavlara. Kökü artıq tərk oldu, amma zoğundan əkmişəm. Belə qəşəng narıncı. Keçən il bunun çox böyük, gözəl çiçəyi var idi. Heyf ki, şaxta bunu tərk elədi, amma yenə şükür ki, bunu qutardım da belə. Heç olmayan məndə bunun bir zoğu qaldı. Bu da yenə ondandır. Görürsünüz, şaxta vurmuş zoğlarından əkmişəm. Amma qəşəngdir. Çox qəşəngdir. Belə. Torpağa da hamısı. Belə bu da kalanşo. Bu da bir başqa narıncı kalanşodur. Bu da qəşəngdir. Bu başqadır. Bunu ilk dəfə məndə kim verib bilmirəm. Amma çiçəyi ilk dəfədir. Bu da ağ olan kalanşomdandır. Bu da ürəkmişəm. Bu da sarı gözəl qırçınlı kalanşomdur. Bilirsiniz, bu böyük məndə vedradaydı qavda. Çox böyük idi, hədsiz dərəcədə. Keçən ilki videolarıma baxsanız görərsiniz. O donda xarab oldu. Belə, amma onun budaqlarından atmadım. Belə əkmişəm bir qava. Belə görürsünüz, mənə çiçəklərim verir. Belə gələn il daha gözəl olacaqlar. Allahın izni ilə Allah salamatçılıq eləsin. Gələn il daha qəşəng olacaqlar. Yəni bir balaca budağı qalsa belə əkirsən, olur bir kalanşo. Yəni çox rahat bir bitkidir. Həm rahatdır, həm çətin. Gerək biraz sulamasına diqqət eləyəsən. Bu da bir başqa mənə gəlir. Bu da sarı kalanşomdandır. Keçəni bir qırığını əkmişdim. İndi bu il yekəli, bu boyda olub. Amma hələ ki çiçəyi yoxdur. İndi belə, amma qəşəngdir. Bu da ilk dəfə çəkdiyim ağ geranımdandır. Budaqlarından belə əkmişəm. Bu da burada çiçəkliyibdir. Bu da burada yaxşıdır. Bu arada qızları videomda demişdim, keçən videomdaki begoni bilim yarpaqlamır. Amma artıq yarpaqlamağa başlayıb. Məni çox sevindirdi. Çox şükür ki, bu yarpaqları çox qəşəng olur. Və gəldim təkrar bura dostlar, sizlə sağollaşmaq üçün. Buradan sizə mənim o gözəl bacım üçün göstərirəm. Bacı, solan gülüm budur. Sən izləmişdin keçən dəfə
Görsən nə gözəl olubdu. Artıq özünə gəlib. Özünü tamam tutub. Yəni narahat olma. Bu xarab olmayanımdır. Bu belə qəşəng çiçəkdədir bu dəqiqə. Çox qəşəng çiçəkliyibdir. Bol çiçəyi var kocaman. Bu da çox sarı idi keçən videolarda. Amma indi bu da yaşıllaşıb artıq. Yəni səninkilərdə inşallah bol çiçəklər var canım mənim. Həmişə məni daimi izləyən izləyicilərim var. Onlara çox sağ olun deyirəm. Çox var olun. Allah sizdən razı olsun. Mənə dəstək olursunuz. Hiss elətdirirsiniz ki, siz oradasınız. Allah köməyiniz olsun hər birinizin. Bu da yenə dikenler tacım. Bu da dikenler tacım. Artıq sonlandırım videonu. Çünki də çox uzatdım videonu yenə. Belə bu da paşa çadırı deyiləndi. Yarpağını həyətə əkmişdim. Üzündə qava əkdim. İndi hələ ki belədir. Çox sərin bir yerə qoymuşam. Görürsünüz ki, stol altına qoymuşam ki, çox gün vurmasın. Bu da qərənfil budağı gətirmişəm bibimgildən. Onu da buraya əkmişəm. Görək tutacaqmı? Belə. Əziz dostlarım, hər birinizdən Allah razı olsun. Baxırsınız, bəyənirsiniz. Çox sağ olun, var olun. Yeni videolarda inşallah ki görüşərik. Özünüzdən müğayət olun əziz dostlarım.